Ağ fosfor molekulunda, deməli ağ fosforun biz formulasını yazsaq, deməli fosfor, deməli fosfor və fosfor. Baxın bu formada olur. 4 ədəd P4'dür. Yəni ağ fosforun formulası P4'dür və 4 dənə fosfor çəkirəm. Aralarında bu formada rabitələri göstərəm. İndi rabitələrin sayı nə qədərdir? Deməli neçə dənə rabitə oldu burada? 1, 2, 3, 4, bu 1, 5, bu da 1, 6. Yəni 6 dənə rabitə oldu. Rabitələrin sayı 6 oldu. Rabitənin yaranmasına iştirak edən elektronların sayı deyəndə rabitəni 2-yə vurmağa tapırıq elektron sayların. 6-nı vururuq 2-yə 12. Çünki bir rabitədə 2 dənə burada elektron iştirak etdiyi üçün 12 olur. Rabitənin yaranmasına iştirak etməyən orbitalların sayı isə elektronların sayı nə qədərdir? Fosfor 15 elektron sayı. 15 4-ə vururuq. Çünki P4 formasında olur. 15-i 4-ə vurduq. Elə də 60. İndi iştirak eləməyən deyirsə, iştirak eləyəni çıxaq, yəni 12-ni çıxaq. Eləsin. Deməli 48. Bu da yəni olacaq 48.